Hər kəsə salam. Bugün maraqlı bir gün keçirəcəyimi düşündüyüm üçün dedim bu günümü vloqluyum, yoxsa belə bir fikrim yox idi. Sadəcə dostum gilə gedəcəm. Ən əvvəlcə istədim sizlə birlikdə hazırlanım bu vloqda. Sonra da dostum gilə gedim və orada vaxtımın necə keçdiyini göstərim. Burada istədim videonu makiyaj eləyəndə açım və hızlandırdım ki, sıxıcı olmasın. Burada tuşumu vururam. Aynanı düz üzümün qabağına tutmuşam, üzüm görünmür. Bu arada dostum videoda üzünü göstərmək istəmədi. Ona görə bugün dostumla bir gün keçirsəm də bu vloqda yenə ən çox məni görəcəksiniz. Burada da ən əvvəl fikirləşirdim ki, lip balm vurum. Amma sonradan belə tünd bir qələmlə dodağımı çərçivələdim. Belə eləmək istədim. Burada da highlighter vururam. Üçünü qarışdırıb vururam ki, daha parlaq görünsün. Belə. Hər kəsə salam, Fidaner kanalına xoş gəldiniz. Deməli, bu gün sizdən ən çox maraqlı bir vlog çəkəcəm. Maraqlı bir günümü çəkəcəm. Gedirəm dostumgilə. İndi saat 12-dir. Hardasa birin yarısı onlarda olaram. Yəni bu saatlarda gedib axşam saat 8 civarları falan qayıtmağı düşünürəm. Yəni bir günümü onlarda keçirdəcəm. Görək nələr eləyəcəyik. Nələr eləsək sizlər də çəkəcəm. Onda mən yavaş-yavaş gedim, amma getməmişdən qabaq sizə kombinimi göstərim. Deməli, belə bir sep taxmışam, sep olaraq. Belə bir qolbaq taxmışam. Üzük. Kombinimi də göstərim. Kombinimi tam görmürsünüz. Şortik geymişəm. Biraz uzun şortikdir. Və belə bir kofta. Evdəyik, amma içində 2-3 bir şey var deyə çantama da atmışam nələrsə. Belə. İndi çıxaq. Son olaraq toxumuzu da vuraq, çıxaq. Nəhayət çatdım. Saçımın qabarıqlığına baxın. Evdən çıxanda belə deyildi. Amma hava o qədər sıxıntı ki, saçım qabardı. İndi mən gəlmişəm. Bir 10 dəqiqədə oturmuşam kondisionerin qabağında. Biraz sərinliyim. Birazdan da dedektif oynayacaq birlikdə. Bura baxın, burada nə var? Çox şirindir, də çox böyükdür. Bu arada dostumun adı Ayşədir. Görün mənə nə verdi. Bu mənim oldu. Bu da onundur. Bu çox şirindir, böyükdür. Görürsünüz də çox hamarat bir dostum var. İndi biz yeməyimizi yeyirik. Yeməyimizi yeyəndən sonra neynəsək videoda da göstərirəm onları. Deməli, biz biraz akımlar çəkdik, video çəkdik, vaxtımız elə getdi. İndi istəyirik dedektif oyunu oynayaq. Bu arada laklarımı da sildim mən. Çünki neçə aydır laklarla gəzirdim. Dedim, biraz da belə qalsın. İndi dedektifi qoyduq bura. Oynayaq, siz də hızlı çəkimdə izləyin. Bu arada belə ipuçları falan da var. QR kodda onları oxudursan. Sonra da burada məsələn itiraf məktubu falan var. Belə. Bütün ifadələri oxuduq. Gördüyünüz kimi. Amma yenə burada ilişdik. Burada bizdən şifrə istəyir, amma tapa bilmədik. Yəni QR kodu oxudub yazmalıydın. Ona görə yenə yarda saxladıq. Bu da dostumdur, amma üzüm göstərmək istəmir. Dostum bu kişidir. Belə. İndi bilmirik nə eləyərik. Hər halda biraz söhbət falan eləyərik. Deməli, burada Ayşənin makiyaj şeyləri var. Göstərmək istəyirəm. Qısaca. Çünki əslində qəşəng vaxt keçirdik, amma eləməli heç bir şey yoxdur. Ona görə mən də deyim, belə eləyim. Burada qlosları var. Belə göstərim. Burada nə qədər qlos var? Heç mənim bu qədər məsələn qlosum yoxdur. Amma bundan məndə də var.
sonra belə. Bu arada çox şirindir qabları. Aşırı qəşəngdir. Qırdım. Al, qırdın. Nəysə. Burada belə allıq var. Bundan da məndə var. Onsuz işlədən də görmüsünüz. Sonra bundan da məndə var. İndi yenə düşürdəcəm. Belə. Qısaca belə göstərim. Çox şirindir. Bayaqdan da vaxt keçiririk. Bütün makiyajım falan da gedibdir. Saat 7-yə qalır indi. Biraz söhbət elədik, vaxt keçirdik. İndi stolun üstünü belə yığışdıraq. Sonra da təzədən yemək hazırlayıb yeyirik. Deməli, burada acıdığımız üçün sosiska qızardıb yemək istədik. Mən də burada ona görə doğrayıram sosiskaları. Bunları qızardanda biraz yağ ora-bura sıçradı. Bu konularda biraz yaxşı deyilik. Amma nəysə, sonra qızardıb yeyə bildik. Heç bir şey olmadan. Böyle bir şey var, matruşka dedim, sizə də göstərim. Çox şirindilər. Hələ buna. Deməli, mən evə gəldim. Saat 1-in yarısı ora getmişdim, 9-un yarısı qayıtdım. Yəni 8 saat dostum gildə olmuşam. Məncə çox maraqlı vaxt keçirdik. Yəni düzdür, sondan sonra biraz bilmədik nəyə, sıxıldıq elədik, amma bu gün məncə çox maraqlı idi. Ümid edirəm ki, vloqda maraqlı alınmışdı. İndi bilmirəm neçə dəqiqəlikdir, editləyəndə onu görəcəm. Əgər videoya bura qədər baxmısınızsa, kanala like atmağı, abunə olmağı, mən dəstək olmağı unutmayın. Görüşərik. Hələlik.